sağlamlığın qayğısına qal. Nə üçün? Niçin biz həkimə getməliyik xəstələrində? Çünki can bizə hədiyyədir. Hədiyyəyə görə hörmət eləyəsən. Niyə deyil, məsələn, dişlərini yu? Bəzi adam var, soruşsun, düşünürəm ki, sağlam olsun. Niyə? Ona görə ki, hədiyyədir, yəni hədiyyəni xarab eləməyəsən. Hər bir verilən sənin üçün hədiyyədir və sən dünya həyatı da o hədiyyəni qorumaqla məşğul olursan, ona xidmət edirsən. Adamdan soruşsalar ki, nə üçün yemək yedin? Deyər ki, acam. Deyərlər, bu, belə deyək də, pişiklərdən də soruşsun, eyni cavabı verəcək. Nə bilim mən, digər canlılardan da soruşsun. Yeməyi ona görə yemək ki, açsan. Ona görə iyi ki, can sənə Allahın hədiyyəsidir, hədiyyəni qorumaq lazımdır. Onun üçün bu neymətdən istifadə edirsən. Buna deyirlər irfan, irfani yanaşma budur. Riza da bunun nəticəsidir.